Növbəti sujetimizə keçid alaq. Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin il dönümü qeyd olunub. Masallı rayonunun Viləş kəndində şəhidin xatirəsi anılıb. Masallı rayonunun Viləş kəndində aprel döyüşlərinin şəhidi Nurlan Əsgərlinin anım günü keçirilib. Anım günündə Masallı rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri iştirak ediblər. Mərasim iştirakçıları ilk əvvəl kənd qəbristanlığına gələrək şəhid Nurlan Əsgərli və qardaşı Vətən müharibəsi qəhrəmanı İntiqam Əsgərlinin məzarlarını ziyarət ediblər. Daha sonra anım tədbiri Qardaşlar Ev Muzeyinin qarşısında davam etdirilib. Anım mərasimində qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında bildirib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks həmlə ilə təxribatların qarşısını aldılar. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir sıra mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Aprel döyüşləri Azərbaycan ordusunun gücünü, xalqımızın birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Məhz bu döyüşlərdə qazanılan qələbə ruhu sonraki böyük zəfərin əsasını qoydu. Masallı rayonundan da bu döyüşlərdə 2 şəhid oldu. Biz həmin qəhrəmanlarımızı minnətdarlıqla xatırlayırıq. Bu gün 10 il keçsə də onların xatirəsi, igidliyi və vətənə olan sevgisi bizlər üçün həmişə canlıdır. Mərasimdə şəhid Nurlan və İntiqam Əsgərlinin anası Ziba Əsgərli çıxış edərək anım mərasimində iştirak edən hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, şəhidlər vurulan zaman deyil, unudulan zaman ölürlər. Şəhidlərimizin xatirəsinin əbədləşdirilməsi, onların ailələrinə diqqət və qayğı göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bugün şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdaram. Sevinirəm ki, bu muzeyə ərsəyə gəldi. Yəni, övladlarım yaşayacaq da ki, mənim intiqamım, nurlanım yox. Bütün şəhidlərimizin haqqında burada onları təmsil eləyəcək nişanələr var, şəhidlərimizin şəkli, simvolları. O birlik sayəsində qələbə qazanmışıq biz. İnanıram ki, onlar həmişə yaşayacaq. Ən böyük arzum da odur. Anım mərasiminin sonunda qəhrəman şəhidlərimiz Nurlan və İntiqam Əsgərlinin ömür yolunu yaşadan, xatirələrini qoruyub saxlayan ev muzeyi ziyarət edildi. Xatirə kitabına ürək sözləri yazıldı.